Həyəcanlanmağını istəmirəm. Əgər varsa Rayan həqiqətən çox istəyən, protiv mənasında da deyil. Mən burada görürəm bir nəfəri yaxşı edirsiniz, atın. Mən istəmərəm ki, mənə görə protiv atasınız. Rayanı özünü tanısınız, Rayanı sevgivizdən atarsınız ona hədiyyəni. Amma Raya, məncə sən pis olmaqdansa, əgər dəstək istəyirsənsə, bizlə burada mən getsəm də, burada qalmaq istəyirsənsə, dəstəyi istə. Yəni mən demirəm dəstək istəmə. Ola bilər xallar səni narahat eləməsin. Dəstəyi istə. Yəni susma da. Yəni burada pis olmaqdansa istə. Qismət elə gətirib. Biz özümüzü seçməmişik ki. Yəni sənin xalın az olub bura gəlmisən. Mən də uşaqlar adımı yazıbdı gəlmişik. Yəni ona görə də dəstəyi Arzu, mən protiv mənasında atmadım o şiri. Arzu, sadəcə olaraq Raya xanımın xalı 500 xalda qalmışdı, dəstək mənasında atdım. Yəni, mən ikinizi də yenə deyirəm, xətrini çox istəyirəm. İkiniz də ürəyi gözəl xanım. Rosalina, imkan varsa xanıma şir də atın. Söhbət bilir kimdən gedir. Ya, belə lazım deyil şir atın, atmayın. Atmayın, yəni... Ya varı çalsın deyəndə ki, Raya xanımın olsa ona ehtiyacı yoxdur məncə. Yəni istəsə onu dəstəksələr bir dəqiqə bəlkə də uddurar. İndi bilmirəm o Raya xanım nə danışıb öz dostları ilə. Prosta Raya xanım həqiqi köy Raya xanımdır. Gələndə mən bir dəfə görəndə salam dedim, oturdu ağladı. Deyirəm Allah evdisi, salam verirəm, nəyə ağlayırsan? Deyirəm özümün ağzı deyil. Elə bil ki, bir dəfə də salam eşdir. Raya danış da, mən istəyirəm sən danışasan. Yo, hamı bir dənə sakit dursun. Raya, ürəyindən nə gəlir? Sən 3 ilin yayımçısısan, 3 ilin yayımçısı artıq bilməlidir ki, necə səslənməlidir ki, o öz dəstəkçilərinə, öz izləyicilərinə səslənir. Hamı burada Raya yazıb ürəyə qoyur. Raya bu dəqiqə ürəyindən... Mənəvi dəstəyin də burada. Rayanın bu dəqiqə ürəyindən ancaq hönkürtü gəlir. Başqa işlə. Başqa da gələcək. Danış, narahat olma. Bir şey deyim ki, Tuzun bugün mənim üstümə protiv atmağı, dünən burada Arif tərəfə danışmağımdan irəli gəlir. Tuz mənlə oturub çörək kəsən insandır. Tuzla mən telefonda da danışıram. Tuzun bu hərəkətini bu günlərim mən gözləmirdim. Atıb, Rövşən dostudur, Allah canını sağ eləsin. Mənim Moskvadan yazır mənim dostum ki, MC icazə verməyəcək bugün sən orada qalib olmağa. Nəyə görə? Vaxtikən ona qarşı protiv danışmışam. Haqsızlığına yol verməmişəm ona görə. Ürəyiniz necə istir eləyin. Mən 3 il bundan qabaq da sizin jetonunuzu əyilməmişəm. Bugün də əyilməyəcəm. Mən bugün burada ağlamağımın səbəbi Anar müəllimin dediyi şeir oldu. Çox bu qədər. Dəstəkçilərin adını demişdi də, hallandırmayaq, xahiş edirəm. Yox, mən zaten dünəndən getmək istirdim. Bu günlərimdə istəmədim səs atsınlar. Bu günlərim çünki mənə 3 şır gələcəkdi, mən istəmədim. Bu günlərimdə burada mən olmasaydım, mənlə bərabər Arzu olacaqdı. Mən zaten özümü məğlub kimi hiss eləmirəm. Yəni bir qadına qarşı bir neçə kişilərin birləşib qadına bu qədər üstünə protiv jeton atmağı, pul sizin, keyf sizin. Necə istəyirsiniz elə deyin. Mənim üçün az fərq eləyir. Mən belə gəlmişəm, belə də gedəcəm. Bu qədər. Amma mən istərdim ki, yarışmacı dostlar ən azından Raya'ya hardasa hamının dəstəkçisi var burada. Hamı öz dəstəkçisinə səslənə bilər. Yəni ən azından səslənə bilər öz adından ki, az da olsa Raya xanıma dəstək olsun. Yəni kimsə burada Raya xanımı çox istəyirsə o sözü deyə bilər. Yox, sözün düzü belə bir şey olmağını mən şəxsən bilmirdim. Protiv danışmaqsat belə şey bilmirdim mən. Rayanı mən buradan tanımışam. Heç yəni ki canlılarına baxmışam, amma heç vaxt belə şey görməmişəm. Rayadan kiməsə protiv danışsınız, bunu bilmirdim. MC ürəyimizdir. MC yəni ki mənim üçün dəyərli insandır. Yəni mən bilmirdim şəxsən. Amma ki bir qadın kimi yəni Rayanı da təklənməyini istəmirəm. Mən bir söz demək istəyirəm. Rayanın dəstəkçisi var. Niyə yoxdur ki? Çox güclü dəstəkçisi var mənim dostumdur. İstəsə yəni buranı dağıda bilər. Yəni dəstək baxımından, jeton baxımından bura. İndi özləri bilərlər, amma mən yəni Rayanı elə şey eləməyin də. Yəni ki, Rayanın kifayət qədər dəstəkçisi də var. Sıralamada daim də yuxarılarda olubdu. Yetərincə də sözün deyən bir xanımdır platformada. Yəni ona görə yəni ki, burada ağlamaq xanımın ağlamağı zəifliyindən deyil.
Yəni o zəiflik əlaməti kimi də sayılmasın bizə baxanlar üçün. Zərifliyindən indi ürəyinin şeir hansısa ürəyin hansısa telinə toxunubdur, təsir edib, ikisi də kövrəldi. İnsanın deyir gözündən yaş gəlsə onun ürəyində mərhəmət hissi var, insanlıq hissi var ki, ondan gəlir ki, sözündən hansısa sözdən təsirlənə bilir. İki xanımdır, iki xanımın mübarizəsidir, öz dəstəkçilərinin oyunudur, amma Rayanın dəstəkçisi yoxdur deyib, yəni belə şey eləməyin. Rayanın kifayət qədər də güclü dəstəkçisi var, yəni istəmirəm prosta adını çəkim, amma yəni istəsə çox şey eləyə bilər burada. Söz demək istəyirəm, xahiş edirəm. Raya xanım, əvvəla yəni deyirəm, burada heç bir dəstəkçinin adını xahiş edirəm çəkməyə, çünki mən ən başda demişəm ki, ən başında mənə hörmətsizlikdir. Mən oturmuşam, qəfildən deyirsiniz, mən müdaxilə eləyə bilmirəm. Sabah bir gün başqa biri çəkəndə mən pis vəziyyətdə qalıram. Çünki dəstəkçinin bir çoxları bizim dostlarımızdır ən azından və bir də mən istəyərdim ki, əgər bir şey dəqiqliklə bilirsinizsə, yəni özünüzdə bilməyiniz yaxşıdır burada. Çünki bir çox insan izləyir, yəni biri bilir, biri bilmir, səhv anlaşılma ola bilər. Sizin elə deməyiniz mənə hörmətsizlik olur. Əgər buradakı hər bir iştirakçı mənə hörməti varsa, mən sizdən xahiş edirəm ki, burada heç bir dəstəkçinin hallanmasın. Və bir də bir sualım var, bizə bir məlumat gəlib, amma yəni deyirlər ki, Raya xanım utsa o yarışmada qalacaq yoxsa yox? Bir dənə bunu bilmək istəyirəm. Qalacam. Qalacaq. Gedişat dəyişəcək. Raya xanım deyir ki, utsam qalacam bu yarışmada. 5K Raya'ya gəldi. Kimdən? Mənə kim dəstək olursa təşəkkür edirəm. Kukudan. Var olasın, Kuku çox sağ ol. Hə. Mən düşünürəm ki, Bir dənə xalları açaq, hə. 220 min. 220 min Arzudur. 59 min Raya'dır. 220 min Arzu, 59 min Raya. mən düşünürəm ki, burada Raya xanım düzgün oyun oynamır. Necə? Nəyə görə deyirəm onu? Yəni əgər bu platformada siz olmuşsa, mən sizi tanımıram, mən sizi burada tanımışam. Hər iki iştirakçıya da hörmət eləyirəm. Prosto yəni siz bu qədər tez təslim olmağınız düzgün deyil məncə. Əgər sizin dəstəkçiniz varsa, niyə də sizə dəstək olmasın? Niyə siz qaçırsınız ki ondan? Mən sizə o sual vermək istəyirəm. Yəni bu dueldir. Yəni siz burada əgər Əslində mən belə bir şey deyim də, Gəncəli, mən bu gün getmək istirdim burdan. Daha dünəndən getmək istirdim. Mən dediyim kimi dost dediyim insanların bu gün mənim üstümə bu qədər protiv atmağı mənə biraz təsir elədi. Mən də gözəl bilirəm ki, Rövşən də ki Tuzun dostudur. Arzu, bugünə qədər sən Rövşən o qədər jeton atıb? O suallar mən heç nə deyə bilmərəm. Mən bir dənə şey deyə bilərəm ki, mənə kimsə deməyib ki, get otur orada, mənlikdir. Mənə yəni get sən mən eləyəcəm filan yoxdur. Yəni sən prosta burada çox demisən ki, mən getmək istəyirəm. Bəlkə ondandır, dəstək istəməmsən bu gün filan. İndi yəni dəstəyi istə. Bu qədər də yox. Mən onu deyə bilmərəm axı. Mən heç nə deyə bilmərəm. Məncə siz- təbii ki, kimi mən gözləyir bu söhbətlərin mən başını dayan buraxın. deyə Özünüzə bilmirəm. dəstək Mən- istəyir. mən özümü qorumaq üçün dəstək istəyirəm. Məncə də o söhbət lazım deyil. Yəni o kim atır. Hamı- Yəni o söhbət də düzgün söhbət deyil. Mən manipulyasiya olur burada. Sadəcə kim kimə dəstəkdirsə onların adını çəkdiniz. Məsələn, yarışmacılar kim kimə dəstəkdir. Raya dəstək olanları da eşitdik, mənə dəstək olanları da eşitdik. Hə, hələ ki xalları bağla İbrahim. Spam gəlməsin. Bağlasınlar. Yəni onu eşitdik. İndi təzədən nəyisə dəyişirsinizsə, nəsə başqa söz deyirsinizsə, nə bilim. Bunlar bir sözdür. Burada üzr istəyirəm. Burada hər şey danışıqdan asılıdır. Sən elə bir kəlmə deyə bilərsən ki, o dəstəkçi sənə gəlib hədiyyə ata bilər. Yəni belə bir şey az olmur. Hər şey sənin özünün danışığından asılıdır. Hər şey sənin özündən asılıdır. O deməkdir, sən orada oturmusan məsəl üçün deyirsən ki, filan kəs məni ya kimsə məni qalib edir və yaxud mən zəifəm, deyirəm xeyr. Elə bir şey yoxdur. Hər dəqiqənin, hər saniyənin öz hökmü var. Hər dəqiqə, hər saniyə nəsə ola bilər. Bunu da unutmayaq ki, hər bir dəstəkçi öz cibindən pul çıxardıb demək olar bizim cibimizə qoyur. Onlara dəyər verilməlidir. Mənə fərqi yoxdur. Vallahi Allah şahidimdir ki,
Yəni mən bunu heç nəyin qarşılığında demirəm. Sadəcə olaraq mənim buradakı insanlar da bilir ki, yəni dəyər verən insana dəyər vermək lazımdır. Heç bir dəstəkçi, yəni hər tərəfin öz dəstəyi var. Heç vaxtda qorxmaq lazım deyil, heç vaxtda təslim olmaq lazım deyil. Həyatda heç vaxt bacarmaram sözü demə. Ya həyatda heç vaxt zəifəm demə. Mübarizə apar, çünki bu həyat özü bir mübarizədir. Mübarizə apar ki, nəyəsə nail ol. Vəsə, axıra kimi oyununuzu oynayın. Bu dəstəkçi belədir, o dəstəkçi belə, bunlar hamısı yəni insanı gözdən salan bir şeydir. Belə bir şey lazım deyil. Oyun aparmaq lazımdır, oyun getmək lazımdır. Vəsə, öpürən uğurlar. Axıra kimi oynayın. Nə olar, nə olmaz bilmək olmaz. Yəni Rayanın belə biçilməsinin oyuna qayıtmağı bizi sevindirir. Çünki biz də oyuna baxmaq istəyirik, izləyicilər də oyuna baxmaq istəyir. Bir tərəf sönük dayansın, bir tərəf aktiv olsun. Bu maraqlı oyun deyil. Nə izləyiciyə, nə bizə, nə də ki idarə heyətdə. 5100 nəfər adam var. Amma digər tərəfin də aktivliyi Rayanın ucu, yəni ki xalqının qalxması oyunu daha da maraqlaşdıracaq. Yəni biz izləyicilər də hamı istəyir daha maraqlı bir şeyə baxsınlar. Yəni burada sönük olsa heç kəs baxmayacaq. Nə yayın qalxacaq. Burada tıklamaqla, kopyalatdırmaqla heç nə olmayacaq. Amma Rayanın oyuna qayıtmasına həqiqətən sevinirəm. Raya danışır, ağlamağı başını burax. Dəstəyini istə, qabağa get. Çünki sən istəsən burada qala bilərsən məncə. Amma istəsən. Düz deyirsən. Həqiqətən yaxşı olar ki, həqiqətən Raya xanım özünə dəstək istəsin. Oyun həm maraqlansın, məncə də istəsə qala da bilər. Yəni necə deyim, az da olsa mən TikToka girirəm, platformasına baxıram, yəni. Maşallah sıralamada o çox vaxtdır. İnanıram ki, yəni dəstək gələr də bilir, ikisinə də uğur razı edirəm. Şalar bir dənə gözləyin. Niko, mən də demək istəyirəm. Bir dənə sözümü deyim. Hamı ekranı tıklasın. Yayını paylaşsın. Bir də ki MC deyir ki, mənim adımı hallandırmayın, bəsdirin. Xəbərim yoxdur deyir heç nədən. Bəli, deyir, ora hədiyyə atan da, atdıran da bilmirəm nə atıb, nə atdırmayıb, amma deyib bilib bilmədən mənim adım orada hallanması. Mən də bunu demək istəyirəm ki, sizə. Burada mən pis oluram. Çünki hamısı mən layihə rəhbəriyəm deyə mənə yazırlar, mənim nervim pozulur. Mən xoşlamıram onlardan bu ton. Yox da indi də protiv eləyək. Gülmək Raya, ağlamaq Arzu. Rayan daha çox dəstəkləyirlər Raya. Heç olmasa buna bax gül. Heç olmasa gül də Raya, üzündə gülüş yayılsın. Yox, şiddət. İsmail Məmmədov zamanı. Yaraşırsan güneş aya, deriririm. Ay şirin kız ayraya, deriririm. Verəcəklər gülümü koltuğuma gidersen. Mənəvi dəstək 1800 nəfər qalsın deyir Raya xanıma. 342 nəfər də
Arzu xanıma deyir. Arzu uduzdun kötü gülü get. Gülü götür aralaş burada. İzləyicilərə təşəkkür Əsas edirəm. həyatda udum. Həyat burada bir şeyim ən əsası. Mənə elə gəlir ki, mən sizə etməmişəm, pis olmamışam. Həm də gülmüşəm də adım. Heç vaxtı da pis olmayıbdı. Ola bilər ki, güclü bilib, yəni yalnız bu şeyə görə. Çünki mən fikirləşəm ki, mən bir pis bir şey etməmişəm, nə oyun eləməmişəm. Hər zaman çalışmışam, bu 3 gündür ad demişəm. 3 gündə də elə adamın adını demişəm ki, ikinci adam çalışmışam ki, çəkməsin o adamın adını. Gəlir. Səs qırılır yazıblar. Mənim səsim qırılmıyor ki. Hə. Çalışdıq qədər eləməm, səsim rol olmayan adamları səs vermişəm. Tutaq ki, mən elə adama səs vermişəm ki, mənim səsim, o bir səsim bir rol olmayan. Birinci gün Anar bəy demişəm, qarşılıqlı icazə almışam. Okey verib, düzdür, o riski ata-ata okey verib, çünki ikinci adam yenə deyə bilərdi, icazə almışam. İkinci gün Elnura demişəm, deyib ki, yarım milyonum var. Demişəm, olsun. Tərpətmədən də yəni qırılır. Hə, ikinci gün Elnurun adını demişəm. Bugün də Tosuya əvvəlcədən demişdim ki, Tosu, sən deyərəm də. Yəni mənim adımı deyən heç bir kəsin adını deməmişəm. Burada mənə sənin də adını demişəm, kıstati. Gəncəlin adını demişəm. Onda da maraqlanmışam. Bir dənə də şey deyim. Plan deyəndə ki, Gəncəli mən Allahım şahiddir ki, burada bir nəfər desin ki, Gəncəli. Qoy mən bir dənə deyim Plan sən. oydu. Burada bir nəfər yaxşı. Burada bir nəfər öz vicdanında qoy məni belə pis vəziyyətə qoysun, desin ki, Arzu, sən mənlə Gəncəlinin, sən mənlə Seyranın, Azanın ya Bakinskinin qurmasını qurmusan. Bir Allahla biri desin ki, ad çəkmişik, demişik ki, Sən bir mənim adımı yerdə. niyə çəkdin? Yaxşı, bir Yəni dənə bu sual dörd verirəm. nəfərdən Bir söhbət dənə gedir. sual verirəm də. Can. Sən mənim adımı niyə çəkdin? Yaxşı, sənə Adımı belə bir çəkdim, sual ona görə verirəm. bilirdim ki, burada adı çəkilən ikinci şəxs olmayacaq. Sənin adını mən heç kim demirdim. Necə yəni mənim adımı Heç birinci kim sən demirdi. verməmisən, birinci mənim adımı Tosu verib. Mənim Yox, birinci mənim heç adımı kəs Tosu demirdi. verib, Tosu verib. Əzizim, mənə burada bir nəfər qalxsın desin ki, əgər o insanın Birinci adı- mənliyi varsa desin ki, Arzu, mən sənə demişəm Gəncəli və yaxud sənə deməmişəm filan Estağfurullah, kəs. birinci adı, vallahi inan ki, birinci belə adı, bir şey birinci olmayıbdı. adı. Mən məsləhət almışam ki, bunun adı çəkiləcək, onun adı çəkiləcək. Bir dənə üzr istəyirəm. Mən niyə söhbət Burada eləmirəm? birinci adı Tərlan çəkdi. Birinci adı Tərlan çəkdi. Mənim adımı çəkdi. Aha, Dalıca Tosu çəkdi. aha. Dalıca da sən çəkdin mənim adımı. Deməli biz qruplaşmaymışıq. Onu siz bilərsiniz. Yo, ona Onu qalsa- siz bilərsiniz. Ona qalsa Onu onda mən deyən mən- mənəm, siz Onda mən qruplaşmasınız ya deyim ki, siz də qruplaşma. qruplaşmasınız. Siz Kimdən? dostsuz və burada da Kimdən? dost, mən də burada bir həyatda... Kimdən qrupuq biz Mən deyə deyim də bilərsən? sənə, tutaq ki, mən həyatda tanıdığım bir nəfərlə buradayam. Bu qalsan mən səni də Qoy mən deyim tanıyıram, də. Azanı da Yox, başa tanıyıram, düşürsən, Seyranı da Gəncəli. tanıyıram, Biz Tosunu da səndən yaxın tanıyıram. dostluğumuz olmayıb da. Qoy mən bir dənə bunu deyim, sonra xahiş edirəm azıxam. Bax mən nə deyirəm? Mən tutaq ki, burada neçə illik bir dostumla, oğlanla və yaxud xanımla olsaydım, təbii ki, mən də onu qorumağa alardım və yaxud toxunulmaz o olsaydı, o mən alacaqdım. Qorunmaq, Mən bu toxunulmaz şeydən söhbəti heç onu olmaz. eləməyəm. Mən başqa şey deyirəm. Bir dənə sən çəkmisən. Mən başqa şey deyirəm. Mən başqa şey deyirəm. Mən deyirəm ki, Arzu xanım. Bəli, mən istəmişəm ki, çıxasan da. Güclü bilmişəm, çıxmağı istəmişəm. Bəli, mən güclü bilmişəm, çıxmağı istəmişəm. Real deyirəm. Demişəm ki, Gəncəli güclüdür. Gəncəlinin dəstəkçisi Seyran var, dəstəkçisi dostları var. Bura gəlib də gedirlər. Seyran? No, yəni də qorumaya alırsa, mən demirəm ki, imeni jetonu ilə. Ən azından İndi yaxşı bir dənə söz deyim. İndi səhər məsəl üçün toxunulmaz Elçin oldu, Yaxan oldu. Məsəl üçün deyirəm də 2 nəfərin adını çəkirəm. İndi mən qorumaya aldılarsa, deməli o deməkdir ki, Yox, mənlə axı dostlar. biz- yox, Mən burada axı- tanımışam xanı, şad olmuşam Hər kəs tanımağıma, şahiddir Elçini də də buna. həmçinin. Siz yaxınsınız, siz dostsuz. Bildim. Təbii ki, mən də öz dostumu, öz rəfiqəmi, ən yaxınımı toxunmaz onda belə alıram. çıxır ki, Mən sən düşünürəm onda ki- belə çıxır ki, sən Tosu, Tərlan bir qrupsuz.
Kim necə istəyir Yox, görsün. elədir də. Onda elədir də. Amma mən Onda Tosu ilə elədir qrup də. olsaydım, Onda elədir. Yaxşı, mən sənə bir dənə sual verim. Siz əgər mən Tosu ilə qrup olsaydım, Tosun adı Yox. bugün olur, mən onun adını deməzdim. Tosunu da Bir dənə sənə sizin də taktikanız Tosunu da- olsun da Tosun- düşünün. Tosunu. Sənə bu günləri özləri dedizdirdi. Sən özün deməmisən Tosunu. Sən özün deməmisən Allah'ım Tosunu. ki mənə Tosunu heç kim Tosunu- demişdi. Vallahi bax, biri çıxsın Yaxşı, desin sən- ki, yaxşı, Arzu, bir dənə qulaq sənə as ayıb mənə. olsun, mən Bir dənə demişəm qulaq də. as. Sən Mənə əksinə dedilər ki, niyə Tosu dedin? Allahım Niyə Tosu şahiddir, dedin? mənə əksinə Yaxşı, dedilər niyə ki, Tosu dedin? niyə Tosu Niyə Tosu dedin? dedin? Onda ucu 2 dənə səs var. Bir idi, yerdə olmayan adamı danışmayın, bir də deyərdin. kənardan danışmayın, başa iki dənə düşmək səs, olmur. 2 dənə səs Tosudaydı, 2 dənə səs Xandaydı. Ay sağ ol. Niyə Xanı demədin, Tosunu dedin? Xanı demədim, xanı istəmədim. Çünki xanın dəstəkçiləri var ki, məni də dəstək olur, mənə protiv atacaqdılar. Hə, Tosun da dəstəkçiləri var. Mən başa düşdüm ki, orada 2 nəfər, 3 nəfər xanı deyə bilər. Və mən özüm bilirdim ki, mən burada olacağam. Tosunu zəif gördüm dedim, bəli. Xalını az gördüm, Tosun dedim. Ona görə də Tosu deməli zəif deyilmiş ki, orada deyil də. Şurada deməli zəif mən buradayım. Mən demədim, sən zəifsən ya yox, mən o sözü demədim. Yəni o sözdən şey eləməyin. Mən o Amma sözü məndən demədim. səninlə bağlı heç kəs göstəriş vermir. Mən göstərişlərə gedən qız deyiləm. Necə? Mən göstərişə gedən qız deyiləm. Bu onu Mən dedi, demədim, bu o. indi ola bilər də Mən- sənin dəstəkçindir, Mən sənin yaxının maraqlanıram. ola bilər. Mən maraqlanıram, Yox, soruşuram. Mən sənin hamıdan yaxının ola soruşuram. bilər, dəstəkçindir, sənin yaxının ola bilər Hə. və sənə məsləhət kimi bir yardım eləyə bilər ki, deyə bilər ki, Düzdür. Amma Səs mənə bankəsi. inandırım sənə Allah ki, heç bir dəstəkçi mən buradan deyirəm, hansısa bir dəstəkçi deyibsə ki, mənə filan kəsi çıxart, ora yazsın və mənə protiv atsın. Xahiş eləyirəm. 4 gün içində yəqin ki 1 milyondan artıq mənə hədiyyə gəlibdi. Azadəm. Xahiş eləyirəm, bura yazsınlar, Nikoya yazsınlar, bilmirəm Rəşad Eminə yazsınlar, Arzu, desinlər ki, mən jeton atmışam, Arzuya demişəm, Nikonun adındır, nə bilim Vüsalənin adındır. Heç bir halda belə bir şey olmayıbdı. Desinlər və mənə protiv atsınlar. Desinlər sənə ar olsun, üzə durursan. Desinlər bunu. Mənə nə Gəncəlin göstərişi verilməyib, nə Anar bəyin, nə Elnurun, bir də kimi demişdim, Tosunun. Sənin adını mən deməmişəm Seyran. Mən sənin adını demişəm. Olar danışım. Mən Buyur Əziz, çox sağ ol. Uşaqlar, bir dənə bağlantını kopyalayaq. Yenə də canlımız sürətlə aşağı düşür. Bir dənə xahiş edirəm sizdən, hamı bir yerdə bağlantını kopyalayaq. Bir dənə bağlantı kopyalaması 10K istəyirik. Mən də danışacağam, söz deyəcəm. Çox sağ olun, var olun. Ağzımızdan söz çıxan kimi orada göy yumru işarələri görürüksə, deməli doğrudan da bizi sevirsiniz, bizə hörmətiniz var. Çox sağ olun, var olun. Mən danışıram elə bil ki, bir dənə tıklamanı dayandırıb bağlantını maksimum dərəcədə kopyalayaq, xahiş edirəm sizdən. Əgər sizə maraqlıdırsa, bizi izləyirsinizsə, 4000 adam az adam deyil. 4000 adam əgər oturub əlində telefon bizi izləyirsə, yanında da bir 2 nəfərlə vurun 2 nəfərə, görün bizi nə qədər adam izləyir. Bir dənə söz demək istəyirəm. Deyirlər sən Seyran Gəncəli nəsə belə bir ad getdi bir yerdə. Birincisi Seyranla mən PK-larımda da hamı görüb ki, Seyranla mən qəşəng PK-larım olub, özünüz başa düşdünüz necə. Qaldı Gəncəliyə. Gəncəlinin bütün ətrafı, bütün kruqu mənə protiv olan adamlardır. Gəncəli də bunu gözəl bilir. Nə qədər də özümüzün dostluğumuz pozulmasa da Gəncəli bunu gözəl bilir. Sadəcə Gəncəlini mən qorumaya götürmək səbəbim odur ki, Gəncəli vaxtı mən heç vaxt yaxşılığı itirmirəm. Gəncəli mənə vaxtı ikən mən zəng vuranda mənə adboy verib mənə bloka atmayıb. Gəncəli mənim telefonumu götürüb deyib nə qulluğun. Yəni bu mənim üçün böyük bir şeydir. Dəyər verib sənə. Dəyər verib. Mən də o dəyəri itirmərəm. Hardasa bir onun yaxşılığını çıxmalıyam. Gəncəlini həyatdan tanıyıram. Seyran da ki mən sözün düzün deyəcəm. Mən onu PK-lardan tanıyırdım. Xoşuma gəlmirdi o qədər də. Protivdə oynayırdıq bir-birimizə. Çalışırdıq bir-birimizin üstünə xal da ataq. Amma ki yəni deyim ki Seyran mənə çox dəstək olub. Mən də ona olmuşam. Amma ki bir balaca bir intriqa var idi. Bir qığılcım var idi Seyranla aramızda. Gəldim mən burada gördüm ki Seyran doğrudan da elə insan deyilmiş. Mən yəni ki etiraf edirəm, düzün də deyirəm. Mən gördüm ki Seyran A deyəndə qaçır A'nın dalıcan ki birdən Azaya lazım olar, Elçinə lazım olar, Tərlana lazım olar. Seyranın ürəyi elədir. Mən buradan tanıdım Seyranı. Bəlkə ekran arxasında başqa cür görünə bilər. Təbii ki mən də ön yarğı olaraq Seyrana da mən antipatiyam var idi. Qaldı ki qruplaşmaya. Burada qruplaşmalar çox gözəl var. Qruplaşmalar
qruplaşmalar özlərini, çox rənglərini qəşəng də göstərirlər. Burada qruplaşmayan kişi oğlu kişi belə ən, yəni ki, mənim hörmət elədiklərimdən də biri Elçindir. Ona halal olsun deyirəm. Mən bugün onun özünə də dedim ki, sənə halal olsun deyirəm. Sən həyatda həmişə qabağa gedəcəksən. Çünki sən bu duruşunla, sən bu dayanmağından mən bilirəm. Sən doğrudan da qabağa gedəcəksən Elçin. Mən elə birinci gündən mən bilmişəm. Mən doğrudan da insan tanıyanam. Birinci gündən mən Nikoya bilmişəm deyə demişəm ki, elə mən peşman da deyiləm. Elçin gəlsin bu yarışmaya. Doğrudan da kişi oğlu kişidir. Halal olsun sənə. Bir də deyirəm halal olsun sənə Elçin. Yeganə duruşunu pozmayan və qruplaşmaya girməyən insanlardan biridir. İnşallah ki, axıra kimi də qalarsan. İnşallah ki, finala kimi də gedərik. Lap belə ikimiz də qalsaq, çünki hamı özünü finalda görmək istəyir. Lap belə ikimiz qalsaq belə məndən də sənə böyük bir jest olar belə. Hamı da ondan danışar, o jestdən danışar inşallah ki. Azər xanımdan Allah razı olsun. Hörmətli olasın, hörmətin artıq olsun Azər xanım. Çox sağ ol. Elə mən bura gəlmə səbəblərindən biri Azər xanımdır. Niko Sayğıya deyib ki, yəni o kəsədən qaqaş gəlsə yaxşı olar. Çünki necə deyim, həm mənim kütləm var idi, həm mən çox istəyənlər var. Bilirlər ki, necə yəni gündəlik yəni çörəyimi qazanan insanam, yəni görürlər, sevilirəm. Bu səbəbdən məni çağırıblar. Allah razı olsun. Mən də burada yenə deyirəm, burada xanımlar adını çəkməklə mən burada heç birinə düşmançılıq yaradan insan deyiləm. Hamı ilə mehribanam. Nəcür lazımdır. İkisinə doğru razı edirəm. Mən necə deyim, yəni kimisə sözünə hərəkət edən insan deyiləm. Yəni bunu deyim bilin. Mən Allah şahiddir ki, öz qarşıma qoyduğum məqsədlə gəlmişəm bura. İnanıram ki, həqiqətən o Həzrət Əli əleyhissalamın sözündən bəhrələnmək üçün gəlmişəm. Çünki necə deyim, Əli əleyhissalamın sözüdür ki, deyir ki, gözəl gün gələcəksə səkan hər dət müqəddəsdir. Mən də inanıram ki, o boyda çəkdiyim əziyyətin bəhrəsidir ki, bir balaca da olsa məni qabağa aparır. Ona görə Niko Sayğıdan Allah razı olsun ki, məni bura dəvət edib gəlmişəm. Necə deyim, tanımayanları tanıdı ki, yəni necə insanıq. İnanırıq ki, elə biz yaxşıyıq, yaxşı tanınmaq yox, elə yaxşıyıq, yaxşı da qalasıyıq. Allah hər bizdən razı olsun. Uşaqlar, Gəncəli yazırsınız kimdir, deyim, bilək, hamı kopyalasın, deyirsiniz ki, Gəncəli kimdir, Gəncəli kimdir. Gəncəlini tanımayanlara deyim, Maqa 7, Maqa 7 ilə bir yerdə gəlib TikToka. Onun yaxın dostudur. Maqa ilə bir yerdə canlı açırdılar. Gəncəli də həmin vaxtlar canlı açırdı o vaxtlar. Sonra açmadı, bilmirəm, müəyyən səbəblərə görə işlə bağlı açmadı. Adı Gəncəlidir, elə, adı Gəncəlidir. Tanıyanlar tanıyır, onun ətrafı tanıyırlar. Dedim açıqlama verim. Hamı yazır Gəncəli kimdir? Dedim açıqlama verim. Yəni o Gəncəli deyil ha, qardaşın adı Gənc Alidir. Gənc Ali. Gəncəli? Göncəli. Qaqa rayon adı qoyublar sənə. Nə olub külküma? Bir dənə anadolu danışım sonra. Bir yaxdan baxıram oyunun gedişatına mən. İlk öncə sən təşəkkürümü bildirirəm. Bir yax mənə dəstək istədin, toxunulmaz elədilər. 800k atdılar. Vallahi çox sağ ol dəstəyinə görə öz yerinə. Hə. İkinci Raya xanıma demək istəyirəm ki, güclü ol. İnşallah bu bir oyundur. Hələ oyunun sonuna çox qalıb və mən hər mikrofonu götürüb danışdıqca Arzuya dəstək gəlir. Əslində Arzuyu sərf eləyir. Prosto mənə maraqlıdır ki, prosto mənə maraqlıdır ki, bir-bir gəlir Arzu. Burada TikTokda demək olar ən böyük dəstəkçilərdən biri King var idi. Yadımda Arzu King 999. Hə, dəqiq sən dəstəkçi. King 999 Arzu xanımın dəstəkçisi idi, ən böyük dəstəkçidir. O niyə qəlbində sizə dəstək olmur, udasız, qalib olasınız, maraqlıdır. Sən dəstəkçiyə sual verə bilərsən ki, filan kəs niyə gəlmirsən? Mən təbii ki, sual verə bilmərəm, axı niyə gəlmirsən? Oyundur, bir-birimizə sual cavab veririk. Mən də onu deyirəm, axı mən ona deyə bilmərəm ki, niyə gəlmirsən? Bilirəm, mən deyə bilmərəm ki, gəl mənə filan şey ad olsun. Yəni mən onu eləyə bilmərəm. Məsələn, indiyə qədər heç kimdən bir şey istəməmişəm. Yox, demirəm istəməmişəm, mən dəstəyimi istəmişəm. Arzu xanım qabaqda olub, King 990. İnşallah ki, gələr. Dəstək olubdur. İnşallah ki, gələr. İnşallah. Ona görə soruşuram ki, yəni ən böyük xəbərdardır. Yəni nə yaxşı gəlib dəstək. İnşallah gələr. İnşallah. Qoy Anar bəy.
Buyurun Anar bəy. Mən hər kəsdən üzr istəyərək deyəcəm. Biraz gəlin açıqlama verək. Əgər bir şey deyiriksə, qruplaşma var. Azı xanım deyirsiniz ki, qruplaşma var. Mən başa düşürəm. Yəni ola bilər qruplaşma, mən də görə bilərəm qruplaşma. Amma mən bir dənə Bir dənə sakitçilik yaradaq da zəhmət bir şey olmasa. bilmək istəyirəm ki, qruplaşma var deyib, sonra niyə onun qrup üzvlərinin adını çəkmirsiniz? Açıq Və oynamır. deyirsiniz ki, Elçin bugünkü gündə qruplaşmada deyil,